İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Bu mərhələdə Kərkicahan qəsəbəsinə 5 ailə 25 nəfər, Xanyurdu kəndinə 6 ailə 24 nəfər, Təzəbinə kəndinə 8 ailə 41 nəfər, Həsənrizə isə 10 ailə 52 nəfər qayıdıb. Onlar üçün doğma yurda qayıtmaq həm də yeni həyatın başlanğıcı, yeni bir səhifədir. Buradan çıxanda 11 yaşım vardı. İndi bir dəqiqə çox gözəl hisslə qayıdırıq. Yəni sevinçli günümüzdür. Allah şəhidlərimizə rəhmət eləsin. Şükür biz gəldik. Məsələn, öz doğma torpağımıza, öz doğma yerimizə, yurdumuza min şükür. Evlatlarımla bir yerdə gəlmişik burada yaşamağa. Bu sevinci bizə yaşatdılar. Çox minnətdarıq ki, dövlətimiz də bizə bu cür şərait yaradıb öz torpaqlarımıza qaytarırlar. Çox şükür. Doğma kəndlərinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub. Bu qayıdışda daxil olmaqla ümumilikdə Həsənrizə 724, Kərkicahana 35, Xanyurduna 129, Təzəbinəyə isə 147 ailənin daimi məskunlaşması təmin olunub. Elnur Tofiq, Elmin İsfəndiyarov, Rauf Məmmədov, AzTV xəbər.